Naxçıvan Respublikasında ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətkarlığın qarşısının alınması və hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində polis əməkdaşları tərəfindən son bir ay ərzində kompleks əməliyyat axtarış və profilaktik tədbirlər həyata keçirilib. Tədbirlərlə müxtəlif hüquqa zidd əməllər törətməkdə şübhəli bilinən ümumilikdə 35 nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub. Keçirilən əməliyyat tədbirləri ilə ticarət obyektlərindən, mənzillərdən və digər ərazilərdən pul, qızıl zinət əşyaları, əlvan metallar, tikinti materialları, məişət əşyaları, spirtli içkilər və tütün məmulatları oğurlamaqda şübhəli bilinən 19 nəfər saxlanılıb. Eyni zamanda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövrəsi ilə məşğul olan vətəndaşların etibarından sui-istifadə edərək işə düzəltmək adı ilə pul vəsaitlərini mənimsəyən, eləcə də qanunsuz ovla məşğul olan 6 nəfər barəsində müvafiq tədbirlər görülərək məsuliyyətə cəlb olunub. Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan 29 odlu silah, 6 qaz tapançası, 10 avtomat darağı, 961 ədəd patron, 1 ədəd əl qumbarası və 4 ədəd süngü bıçağı aşkar edilərək götürülüb. 102 xidməti zəng mərkəzinə daxil olmuş 2000-dən artıq müraciət operativ şəkildə cavablandırılıb. Daxil olan məlumatlar üzrə polis naryadlarının hadisə yerlərinə vaxtında yönləndirilməsi təmin edilib. Bununla yanaşı, mülki hüquqi öhdəliklərin icrasından yayınan və cinayət məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 242 nəfər saxlanılıb. Vətəndaşların qəbulu zamanı müraciət edən 205 nəfərin müraciətləri qanunvericiliyin tələblərinə uyğun araşdırılıb. Qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlər görülüb. Vətəndaş məmnunluğu təmin edilib. Qeyd olunan faktlarla bağlı araşdırmalar davam etdirilir. Saxlanılmış şəxslər barəsində məhkəmələrin qərarı ilə müvafiq qəti imkan tədbirləri seçilib.